Bacarmaq qorxusu. Bu elə bir qorxudur ki, hamı qorxur ki, görəsən mən bunu bacararam yoxsa yox. Mən başlasam bunu eləyə biləcəm yoxsa yox. Birincisi, onu fikirləşin ki, hər şeydə uğurlu olmaq onsuz da mümkün deyil. Və belə bir şərt də yoxdur ki, hər şeydə uğurlu olasınız. Əsas odur ki, başlayıb, baxarsınız, görərsiniz ki, bu sizə aiddir yoxsa yox. Bunda bacarırsınız yoxsa yox. Ola bilər bu işdə bacarmarsınız, bitərər, başqa iş başladarsınız, onda bacararsınız. Yəni, burada əsas məsələ sizin bütün işlərdə uğurlu olmağınız yox, sizin prosesi başlatmağınızdır. Əsas odur ki, prosesi başladın. Karvan yolda düzlər deyilən atalar misalı həqiqətən çox super məsələdir. Siz başlayın, karvanı yolda düzərsiniz. Ola bilər ki, siz finish nöqtəsini başqa yerdə fikirləşirdiniz. Yola çıxandan sonra amma bütün xəttinizi dəyişirsiniz, finish nöqtəsi tam başqa yerdə olur. Amma gedib istədiyiniz yerə çıxa bilirsiniz. Onlar ən sonda tam fikirləşdiyiniz deyil, amma ondan da yaxşı yerlər ola bilər. Ona görə əsas başlamaq.